Doktor, qulağımda səs-küy məni narahat edir. Xüsusən axşamlar yatağıma uzananda bu səs-küy artır və səhərlər duranda da baş gicəllənməm olur. Bu nə ilə əlaqədardır kimi suallarla tez-tez pasiyent müraciətləri olur. Bu şikayətlərin yaranmasına əsas səbəb boyun nahiyəsi ilə bağlıdır ki, belə ki, boyun nahiyəsində fəqərələrdə osteoxondroz olduqda, eyni zamanda fəqərə arası diskdə yırtıq və ya protruziya olduqda ətraf əzələlər gərginləşir və əzələ gərginləşdiyi zaman beyinə gedən damarları sıxır və nəticədə beyin qan dövranı azalır və qulaqda səs-küy yaranır və eyni zamanda yanaşı olaraq baş gicəllənmələr də müşahidə olunur. Eləcə də arterial təzyiqin qalxması və ya enməsi, orqanizmdə D və ya B12 vitamininin çatışmazlığı qulaqda səs-küyün yaranmasına, baş gicəllənməyə səbəb ola bilər. Bəzən isə bu sadalanan şikayətlər stresslə, gərginliklə, insanın psixoloji durumu ilə bağlı olaraq təəssüf ki, yarana bilər. Sizin də bu cür şikayətləriniz varsa, vaxtında həkim nevroloqa müraciət edib müalicə alın.